İndi isə atom fizikasında biz ikinci başlıqla tanış oluruq. Atom nüvəsinin tərkibi. Görək atomun tərkibi nədən ibarətdir? Ümumiyyətlə baxsaq, nüvə iki növ elementar zərrəcikdən ibarət olur. Protonlar və neytronlar. Yadda saxlayaq, proton və neytronların cəminə ümumilikdə biz nukleon adlandırırıq. Nukleonlar deyəndə yəni ağlımıza gəlsin ki, nüvənin, daha doğrusu atomun nüvəsindən danışırıq. Orada proton və neytronların cəminə biz nukleon adlandırırıq. Proton əslində modulca elə elektronun yükünə bərabərdir. Deməli, biz yaza bilərik ki, Q proton bərabərdir mənfi Q elektron. Neytron isə ümumiyyətlə yüksüz zərrəcikdir. Nüvənin öz ölçüsü də 10 üstü mənfi 15 metr tərtibindədir. Uşaqlar, indi isə gəlin baxaq, atom nədir, ion nədir? Çünki məsələlərdə, bir çox məsələlərdə bu qarşımıza çıxır. Atomda proton və elektronların sayı ümumiyyətlə bərabər olur. Yəni, neytral olarsa buna biz atom deyirik. Məsələn, birinciyə baxsaq, neytral helium atomuna baxırıq. Nüvədə nə var? 2 proton var və elektronlarımız da 2 ədəddir. Ona görə də biz buna deyirik ki, helium atomudur. Amma biz helium ionuna baxsaq, ümumiyyətlə ionlar 2 növdə olur. Mənfi ion, müsbət ion. Əgər cisim, atom daha doğrusu, özündən elektron verərsə, yəni elektronunu itirsə, müsbət iona çevriləcək, yəni proton sayı elektron sayından çoxdursa buna müsbət deyirik, azdırsa mənfi. Məsələn, biz bilirik ki, heliumda 2 dənə proton var da. Görürsünüz, 3'ü də helium olduğu üçün 2 dənə proton var. Burada 2 elektron olduğuna görə helium atom oldu. 1 elektron olduğuna görə müsbət helium ionu oldu. 4 dənə elektronumuz olduğuna görə isə mənfi helium ionu olmuş oldu. Uşaqlar, nüvənin şərti işarəsinə baxsaq, nüvələr x bərabərdir, indeksində z və yuxarıda a kimi işarə olunur. Biz yadda saxlayırdıq, belə yadda saxlayırdıq. Bu z, a yuxarıdadır. Analar başlayıcımız da yuxarıdadır. Deməli, a nə idi? A bizim kütlə ədədimiz idi. Z isə həmişə ayağın yanındakı yük olurdu. Yükümüz ağır idi, ayağımızın yanına qoyurduq. Yəni, x-in ayağının yanında olan bizim yükdür. A isə yuxarıdakı A isə nədir? Kütlə ədədidir. Deməli, bizim Z, bu Z protonların sayıdır. Proton. A isə kütlə ədədidir. Kütlə ədədi nədən asılıdır? Deməli, protonların və neytronların cəminə bərabərdir. Proton və neytronun cəminə biz kütlə ədədi deyirik. A bərabərdir Z plus N şəklində yazırıq. Z burada göründüyü kimi protonların sayıdır. N isə neytronların sayı kimi baxırıq. Yaxşı, biz A'ya başqa nə deyə bilərik? Nukleonların sayı da deyə bilərik. Biz gördük ki, nüvədə nə yerləşir? Müsbət yüklü protonlar yerləşir. Normalda biz Coulomb qanununa görə bilirik ki, həmin eyni yüklü işarəli cisimlər, daha doğrusu zərrəciklər bir-birini etməlidir? İtələməlidir. Coulomb itələmə qüvvəsi, əgər burada güc gəlib, itələmə baş verə bilmirsə, əgər atom dağılmırsa, deməli onu birləşdirən Coulomb itələmə qüvvəsinə qalib gələn burada hansısa qüvvə var. Ona görə biz deyirik ki, nüvə qüvvələri deyirik ona. Həmin o nüvə qüvvələrin özünə məxsus enerjiləri var və həmin enerjilər haqqında da birazdan danışacağıq. Bəs nüvə qüvvələrinin özünün xassələri nələrdən ibarətdir? Cazibə xarakterlidir, itələmə yoxdur burada. Təbiətdə ən güclü qüvvələrdir. Yaxına təsir xarakterlidir. Deməli, nukleonlar nüvədən kənara bu qüvvənin təsirinə məruz qalmır, yalnızca nüvə daxilində olur. Nukleonların yükündən asılı olmur, həm protonlara, həm də neytronlara təsir edə bilir. Yəni, biz normalda qüvvəni nə deyirdi? Deyirdi ki, neytrona heç bir qüvvə təsir eləmir hərəkət eləyəndə. Çünki onun heç bir yükü yox idi. Yəni, bizim Coulomb qüvvəmiz yüklü zərrəciklərə təsir eləyirdi. Amma, deməli, nüvə xarakterli qüvvələrdə isə yük anlayışı problem deyil. Deməli, yükdən asılı deyil, həm protona, həm də neytrona da qüvvə təsir edə bilir. Doyma xassəsinə malikdir. Hər nukleon yalnız öz yaxın ətrafındakı nukleonları cəzb eləyə bilir. Bir də mərkəzi qüvvələr deyirlər. Sonra bir önəmli məqama da nəzər yetirsək, izotoplar haqqında danışa bilərik. İzotop nədir? Protonlarının sayı eyni olsun,
Neytronların sayı isə müxtəlif olsun. Neytronların sayı müxtəlif olmaq o deməkdir ki, yəni kütlə ədədimiz də müxtəlif olacaq. Kütlə ədədi çünki neytron və protonun cəminə bərabərdir. Protonlar əgər eyni qalırsa, onda neytronların sayı əgər müxtəlif olursa, deməli bizim kütlə ədədimiz, yəni və yaxud da deyə bilərik ki, deməli nukleonların sayı necə olur? Fərqli olur, müxtəlif olur. Məsələn, hidrogen atomunun özündə 3 izotopu var. Protium, deuterium, tritium. Uşaqlar, protium 1, nüvəsində yalnız bir proton var. Deuteriumda bir proton, bir neutrondan ibarətdir. Tritiumda isə bir proton və 2 neutrondan təşkil olunmuşdur. Bunu necə bilirik uşaqlar? Biz dedik ki, buradakılar protonlar saydı. Görürsünüz, hər birində bir dənə proton var. Əgər burada bir dənə proton varsa, deməli neutron yoxdur da. Niyə? Çünki üstdəki rəqəm A. Bizdə nəyin cəmidir? N və Z-in cəmidir. Proton və neutronun cəmidir. Proton zaten 1 idi. Əgər kütlə ədədini də yuxarıda 1 veribsə sənə, deməli bu yox imiş ki, bu 1 1-ə bərabər oldu. Deuteriumda aşağıda 1 verilib. Yəni proton sayı 1'dir. Neutron da 1 olmalıdır ki, onun cəmi 2 olsun. Və yaxud da tritiumda proton sayı zaten 1 verib sənə. Deməli neutron sayı 2 olmalıdır ki, cəmləyəndə bunları yük ədədimiz, daha doğrusu kütlə ədədimiz nəyə bərabər olsun? 3'ə bərabər olsun. Sonra bundan əlavə, əgər biz burada ümumi kütləni tapmaq istəsək necə baxarıq? Deməli, bizim ümumi kütləmizi gəlin MN-dən işarə eləyək. MN nədir? MN bizim ümumi kütləmizdir. Ümumi kütlə yadda saxlayaq. Biz bunu belə asan yolla belə yadda saxlayırdıq. Sanki bizim bir dənə qutumuz var. Onun içərisində yaşıl toplar var. Yaşıl toplarını görürsünüz. Boyları eyni boydadır. Bir də qırmızı toplar var. Bunlar onlardan biraz kiçikdir. Əgər mən bu səbətin daxilində nə qədər top olduğunu və neçə kiloqram top olduğunu bilmək istəyirəmsə, bunları ayrı-ayrı hesablaya bilərəm. Məsələn, gəlin belə edək. Bu yaşıllar bizim protonlarımız olsun. Qırmızılar isə neutron olsun. Neutron. Uşaqlar, biz nə etməliyik? Bu Z-ləri bir dənəsinin kütləsinə vursaq sayını. Bilərik də, Z zaten protonların sayı deyil. Mən protonun sayını, Z-i, G yaşılına yazaq. Z-i vursam, bir dənə protonun kütləsinə tapmış olaram ki, ümumi buradakı protonların kütləsi nə qədərdir. Üstə gəlinsin, bir dənə neutronun sayını vuraram bir dənəsinin kütləsinə, M neytrona. Görürsünüz, bu şəkildə mən bu səbətdə nə qədər deməli çəki olduğunu tapa bilərəm. Kütləni tapmış olaram. Uşaqlar, bir dənə maraqlı belə bir şey var ki, alimlər təsdiq ediblər ki, sanki, indi bunu nümunə olaraq verirəm, səbəti belə ümumilikdə götürüb mən tərəziyə qoysam, orada alınan çəki ilə ayrı-ayrı hesabladığım çəkidə fərq yaranır. Real həyatda belə şey yoxdur ya uşaqlar, yəni diqqətli olun. Burada belə qəbul olunur ki, deməli, biz nukleonları ümumilikdə səbətin içərisində daxildə belə ümumi şəkildə atomun daxilində hesablasaq, onun çəkisi ilə ayrı-ayrı hesablanan çəkisində fərq yaranır. Biz buna deyirik, fərq yaranırsa, bir şeydə nəsə bir əksilik varsa, deməli orada defekt var da. Məsələn, paltar alanda da biz deyirik, paltar defekt çıxdı. Yəni orada bir əksilik var, bir də orada nəsə bir nasazlıq var. Deməli, burada da bizim kütlə defekti anlayışımız var. Ümumiyyətlə, uşaqlar, baxın, bu bizim ümumi kütləmizdir. Fikir verin. Ümumi kütlə burada göstərilib ki, ayrı-ayrı kütlələrdən kiçik görünür. Orada elə görünür ki, sanki ümumi ölçəndə səbəti o ayrı-ayrı ölçülərindən kiçik olur. Nüvənin sükunət kütləsi onu təşkil edən proton və neutronların sükunət kütlələrinin cəmindən kiçikdir. Yaxşı, onda bəs biz nə edərik? Uşaqlar, onda biz ümumi kütləni tapanda həmin bu
deməli, ayrı-ayrı hesablanandan, yəni böyüdən bu kiçiyə ümumi hesablanan kütləni çıxaram. Onda mən nəyi tapmış olaram? Kütlə defektimi tapmış olaram. Kütlə defektim delta M ilə işarə olunur. Kütlə defekti nədir? Kütlə defekti çoxdan azı çıxmaq deməkdir. Çox olan nə vaxt olurdu? Bax, ayrı-ayrı hesablayanda çox görünürdü, ümumi səbətdə isə az gəlirdi. Baxın, ayrı-ayrı hesablanandan ümumi səbətdəki kütləni çıxıram və nəyə almış oluram? Mən burada kütlə defektini almış oluram. Sonra rabitə enerjisindən danışsaq. Nədir rabitə enerjisi? Nüvəni ayrı-ayrı nuklonlara ayırmaq üçün lazım olan enerjiyə biz rabitə enerjisi deyirik. Təbii ki, rabitə enerjimizin vahidi mega elektron voltdur. Mega elektron volt. Bax, yenə deyirəm. Mega elektron volt. Elektron volt bircə şəkildə hesablanır. Uşaqlar, deməli, enerjinin vahidi biz öyrənmişdik ki, MC kvadratı idi. MC kvadratı isə biz burada delta M'in yerinə təbii ki, bu ifadəmizi gördük. Ayrı-ayrı kütlələrin cəmindən çıxırdıq. Ümumi kütlənin cəmini. Ona görə də delta M'in yerinə biz təbii ki, bunu yazırıq və düsturumuz, enerji düsturunu almış oluruq. Yaxşı, bəs nüvənin xüsusi rabitə enerjisi də olmalıdır axı. Xüsusi rabitə enerjisi nə deməkdir? Ümumi rabitə enerjisinin düsturunu bildik. Asan idi. MC kvadratı biz zaten bilirdik. Sadəcə olaraq M-in yerinə gətirdik, bu düsturu yerinə yazdıq. Yaxşı, xüsusi deyirsə, burada nə var? Xüsusi bir şey var deməli. Xüsusi bir dənəsinə düşən deməkdir. Bir nuklona düşən rabitə enerjisi. Yaxşı, mən əgər bir nuklona düşən rabitə enerjisini tapmaq istəyirəmsə, necə taparam? Ümumi enerjini bir dənə nuklonun deməli sayına bölərəm. Onda mən nəyi tapmış olaram? Xüsusi rabitə enerjisini tapmış olaram. Deməli, YR bizim rabitə enerjimizdir, ümumi rabitə enerjimiz. A isə kütlə ədədimizdir. Bölürük və xüsusi rabitə enerjisini tapırıq. Enerjinin vahidi mega elektron volt idi. Təbii ki, A-nın da vahidi bir nuklondur, çünki saydır. Bunu da bu şəkildə tapmış oluruq. Uşaqlar, nüvənin deməli, atomun nüvəsinin tərkibi haqqında məlumatlarımız bu qədərdir. Üçüncü başlıq, yəni radioaktivlik haqqında isə gələn videomuzda danışacağıq.